Getirmişəm əksikləri sindirməyə. Hər vaxtınız xeyir olsun. Neçə vaxt soruşursunuz büvümüz hal-hardadır, nə qarıyır? Gəlin mən də sizə bir günüm nətər keçir onu danışayım. Sabah bütün mamalar kimi yuxudan durandan sonra verimi veşimi qavğarıram. 20 yanvardan bir qazel Somali qaçqınını götürüb aparıram meşəyə yedirib çirtməyə. Are you ready bitches? Yeah! Let's go! Onlarla xüsusilə mülayim davranmağa çox diqqət eləyirəm. Bir-ikisi tərləmişdi, üstündən pisi gəlirdi, yıxdım altıma dufturu çayda yaxşı çimdirdim. Kirmişdir! Dəqiq təpən gəsəcəm Allah, pox ilə nəsə bütün. Get! Katırsın! Yo! İstirahət edebilirsin. Hani mən günüm qara, nökər nədir, bekar nədir? Nə istirahət? Günüm qaradır mənim, günümcə budur. Mən bunları çimizdirənə kimi balaca əksikdə qıraqda bir jaronik kartof qızartması, bir qazanda qabıqsız pomidor murtda bişirir. Qabıqlı bişirəndə də yemirlər, nə bilim bu da yəqin təzə çıxıb nədir. Hamısının doyduğundan tam arxayın ola bilərsiniz. Bir qaşıq da ver də bu nədir? Cəhənnəm olaya, çomuş boyda olursan onsuz da yeməkdən. Yeri! Yeri, gət xiyar da verim ala. Ala cəhənnəm ol. Zəhərləri yedizdirəndən sonra da gedirəm hər şeyi kamp rəhbəri Hüseyn balama məruz eləyirəm. Siz də Şayəstə xalanızın ocaqda pişən yeməklərini yemək üçün bizim kamplarımıza qoşula bilərsiniz, rəylərinizi gözləyirəm.